Məsihə iman etmək ilə Məsihdə aldığımız yeni kimlik neydən ibarətdir? Və Məsihə iman etmək ilə bizə hansı imtiyazlar verilir? Və bütün bu mövzular bizim ruhani inkişafımız mövzusuna aiddir və məhz ruhani inkişafına aid olduğuna görə biz adətən buna mənəvi inkişaf da deyirik. Müqəddəs kitabda buna ruhani inkişaf adını verir. Çünki insanın ruhuna, insanın daxili təbiətinə aid edildiyinə görə Məsihçilikdə bizdə elm var, Məsihçi mənəviyyat elmi. Yəni bu mənəviyyat elminə də məhz müraciət edirəm və həmin o mənəviyyat elmindən də fikirləri hər bazar günü mən sizinlə bölüşürəm. Ona görə sizinlə bu son həftələr ərzində bölüşdüyüm mövzuların belə əsası Məsihçi mənəviyyat elmindən irəli gəlir. Nəyə görə mən ora müraciət edirəm? Çünki baxanda bir təsvir şəkil də yaratmışam bunun üçün. Daha doğrusu süni intellekt yaradıb bunu. Yəni mənəviyyat elmi müqəddəs kitabdan vacib olan prinsipləri götürür. O prinsip nəyə görə adlandırılır? Çünki bütün xalqlarda, millətlərdə tətbiq ediləndir. Yəni harada insan varsa fərqi yoxdur. Nə dildə danışır? Fərqi yoxdur. Hansı millətə, dinə mənsubdur? Yəni bu Allahın təyin etdiyi həyat prinsipləridir. Bu dəyişilməzdir. İnsan inana da bilər, şübhə edə də bilər, inanmaya da bilər. Amma onlar öz vacibliyini itirmir. Çünki onu təyin edən Allahdır və həmin o prinsiplər bizim həyatımıza çox ciddi təsirini göstərir. Məhz bu elmə aid olan Allah ilə insan arasında münasibət nə qədər vacibdir? Çünki Allah insan ilə münasibətdə olmaq istəyir. Bütün müqəddəs kitaba biz baxdıqda görürük ki, Allah məhz bunu vurğulayır. O insanı özünə cəlb etmək istəyir. O özünü insanlardan gizlətmir. O özünü insanlara aşkar edir və deyirəm ki, gör nə qədər sadədir ki, biz öz ana dilimizdə müqəddəs kitabı oxuyub Allah haqqında bilik əldə edə bilərik. Müqəddəs kitab Allahı tanımaq imkanını bizə verir. Necə verir? Öz səhifələrində. Müqəddəs kitabın səhifələrində biz Allahın varlığını, Allahın xəssiyyətini, Allahın bizə olan münasibəti barəsində öyrənə bilərik və bütün bu mövzular bizim ruhani inkişafımıza təsir edəndir. Bizim günahdan ayrılıb Allahla ömür yaşamağımıza kömək edəndir və müqəddəs kitabda xüsusi və özəl yer tutan Məsihə bənzəmək, Məsih kimi olmaq vacib olan bir fikrə bizi getirəndir və mənəviyyat elminə baxanda o hansısa bir dini mərasimləri yerinə yetirməmişdən öncə insanın daxili təbiətinə danışandır. Ona görə biz müqəddəs kitabdan öyrənirik ki, Allah üçün vacib olan nədir? Bizim ona etdiyimiz ibadətlər, Allah üçün vacib olan nədir? Bizim onun üçün verdiyimiz təqdimatlar, Allah üçün vacib olan nədir? Gözəl səs ilə, gözəl cümlələr ilə Allahı izzətləndirmək, yoxsa ki, ürəyimizdə Allaha yer verib, öz ürəyimizdə onu yaşatmaq? Müqəddəs kitab bunun fərqini bizə göstərir. Müqəddəs kitab göstərir ki, bizim dilimiz ilə ürəyimizin arasında fərq ola bilər. Fərq ola bilər, insan gözəl sözlər deyə bilər, insan qəşəng Allah haqqında fikirlərini söyləyə bilər, hətta başqalarına öğüt nəsihət verib, başqalarına ibrət də göstərə bilər, amma əgər öz ürəyində Allaha yer verməyibsə, yəni onun üçün bunun nə faydası var? Nə əhəmiyyəti var, nə xeyri var Allah haqqında gözəl sözlər söyləmək, amma ürəyində Allaha yer verməməkdir. Məhz buna görə bizim öyrəndiklərimiz bunu bizə yönəldir ki, biz öz niyyətimizi Allah qarşısına saflaşdıraq. Müqəddəs kitabın təyinatı bundadır ki, biz öz arzu istəklərimizi saflaşdırmağı bacaraq. Nə qədər bu vacibdir? Və mən deyərdim, hətta bir çox insanlar heç öz niyyətlərini də başa düşmürlər. Edirlər, öz niyyətlərini o qədər örtbasdır edirlər və yaxud da ki, o qədər gizlətmiş olurlar ki, hətta gözəl sözləri söyləyərək, gözəl hərəkətlər edərək öz mənfur istəklərini həyata keçirmək istəyirlər. Rəbb bizi çağırır, bunu etmə. Çünki insan öz ürək niyyətinin əvəzini alandır. Bizdə atalarda belə söz var, hə? Niyyətin hara? Var elə söz.
Niyyətin, oyda atalarımız necə bunları bilirdi? Yəqin ki, atalarımız müqəddəs kitabdan bu fikirləri götürürdülər. Niyyətin hara mənzilində ora. İnsanlar görmür, insanlar eşitmir, insanlar sənin qəşəng sözlərini diqqət verirlər. İnsanlar sənin özünü aparmağına fikir verirlər. Allah sizə deyir, övladım, yaratdığım bəndə, sənin ürəyin niyyəti nədirsə, ünvanında ora olacaq. Ona görə Allah bizim ürək niyyətimizi dəyişdirmək istəyir. Allah bizim düşüncələrimizi saflaşdırmaq istəyir. O istəyir ki, biz öz düşüncələrimizdə doğru, saf düşüncəyə malik olan insanlar olaq. Və əlbəttə ki, bunlar hamısı bizim həyatımıza təsir edəndir. Mən keçən həftə sizin ilə mənəviyyat professorlarından son zamanlarda nümunələr götürən Duane Whitney'dən danışmışdım. Bu günləri Dallas Willard'dan bir sitat götürmək istəyirəm. Çox maraqlı onun bir kitabı var. Qəlbin yenilənməsi. Kitabın adı budur. Məsihin xarakterinə bürünmək. Bu kitabın tam adı budur. 22-ci səhifədə bu fikri deyir o. Ruhani yenilənmə Allahın müqəddəs ruh vasitəsilə bizi günbəgün dəyişdirib Məsihin xarakterinə bənzətməsi prosesi. Maraqlıdır. O deyir ki, bu ruhani yenilənmə, hansı barəsində son 2 ayda mən sizinlə bölüşürəm. Bu deyir ki, Allahın müqəddəs ruh vasitəsi ilə həyatımızda günbəgün fəaliyyəti nəticəsidir. Və onun nəticəsində bizim xarakterimiz dəyişilir. Biz özümüz bir insan kimi dəyişilirik. Və deyirəm, gəlin səmimi öz-özümüzlə danışsa, əgər biz geriyə baxsaq, və geridə, bəlkə 1 il bundan əvvəl, bəlkə 2 il bundan əvvəl özümüzdə olan o dəyişiklikləri müşahidə edə bilirik, yoxsa edə bilmirik? Yəni, Allahın sözü həyatımıza nə qədər təsir edir və mən deyərdim, Allahın sözü sizin həyatınıza təsir etməsi üçün icazəni siz verirsiniz. Bəlkə biraz qəribə səslənir, bəlkə də, Allah külli ixtiyardır, o mənim ürək niyyətimi dəyişdirə bilər. Əlbəttə dəyişdirə bilər, əgər sən bunu istəyirsənsə. Əgər insan inadkarlıqla dayanırsa, əgər insan inadkardırsa, əgər insan tərsliyi Allahın həyat verici qanunlarına qarşı çıxırsa, kim onun ünvanını dəyişdirə bilər? Biz o qədər inadkarlıq edirik ki, hətta bizə xeyir olan şeydən yox deyib, zərər verən şeylərə hə deməyə meyliyik. Niyə? Bilirik bəladır, bilirik yaxşı deyil. Amma tərsik, inadkarıq. Öz bildiyimizi heç kimlə paylaşmaq istəmirik. Amma Allah isə müqəddəs kitab vasitəsilə günbəgün müqəddəs ruha nə qədər icazə veririksə, necə icazə veririk buna? Mən deyirəm, çox sadə sözlər ilə. Dualarımızda, Ya Rəbb, məni ifşa et. Məncə belə adamlar belə dua etmək istəmirlər. Çox adam belə dua etmək istəmir də, hə? Ya Rəbb, qaynanamı ifşa et. Ya Rəbb, həyat yoldaşıma həqiqətləri deyil. Qoy övladlarım mənim kim olduğumu bilsinlər. Qoy qonşularım pis əməllərində rüsvay olsunlar. Kim özü üçün belə dua edər ki, Ya Rəbb, məni ifşa et. Səhv əməllərimi mənə görsət. Qoyma səhv əməllərimin dalsıca gedim. Qoyma ki, mənim səhv əməllərim məni fəlakətə aparsın. Danış mənimlə. Müqəddəs kitab bizə bunu çağırır. Özünə diqqət yetir. Öz ürəyinə diqqət yetir və öz ürəyini Allah qarşısında açıq ol. Ona görə dəfələrlə sizə bu müraciəti edirəm ki, Allah üçün vacib olan gözəl avazla edilən dualar deyil. Mən demirəm ki, əgər sizdə bu qabiliyyət varsa, o qabiliyyətdən istifadə etməyəsiniz. Yox, bunu demək istəmirəm. Demək istəyirəm ki, müqəddəs kitaba əsasən Allah üçün dəyərli olan sadə, səmimi dualarımızdır. O heç nə ilə əvəz edilən deyil. Biz dualarımızda xoşlayırıq Davud Peyğəmbərin zəburlarından sözlər istifadə edək. Peyğəmbərlərin sözlərinə müraciət edək. Süleymanın məsələlərini dualarımızda təkrar etməyi xoşlayırıq. Çünki qəşəng səslənirlər axı onlar. Niyə sözlərdən istifadə etməyək? Amma Allah üçünsə dəyərli və vacib olan səmimi, sadə sözlərimdir. Ya Rəbb, mənə kömək et. Ya Rəbb, sənə ehtiyacım var. Biz dualarımızda səmimi Allahla danışaraq deyirik ki, bacarıqsızam. Sənsiz bacarıqsızam. Öz gücümə, bacarığıma arxalanmaq istəmirəm. Mənim qarşımda imkanlar açan Allah, sənə güvənmək istəyirəm.
İstəyirəm bir daha məndən eşidəsən. Özümü arxalanan ömür yaşamaq istəmirəm. Sənə güvənərək ömür yaşamaq istəyirəm. Necə sadədir və mən deyirəm nə qədər güclüdür. Nə qədər sadədir və nə qədər güclüdür. Bunun nümunəsində valideynlərə demək istəyirəm. Özüm də bir valideyn olaraq, düzdür övladlarım indi böyüyüblər, amma belə uşağı balaca olanlara demək istəyirəm ki, bilirsən ki, uşağın hansı bir səhvi edib, məsələn, hansı qabı sındırıb və uşaqdan soruşursan ki, bu qabı kim sındırıb? Bilmirəm. Ya olur da uşaqdır da qorxur. Hansı uşaq birdən deyir ki, mən sındırmışam və fəxr eləyəcək ki, mən sındırmışam. Bilirsiniz niyə? Qorxur ki, dasıcan nəsə gələcək. Tut gəldi olacaq, hə? Və yo mən bilmirəm, kimsə pişiyimi sındırıb. Yəni kimsə boyuna atmağa daha meyil göstərəcək uşaq, nəinki desin ki, mən sındırdım, məni bağışla. Yaxşı, bu uşaqdır. Biz böyüklərə nə gəlib? Uşaqdır, başa düşmür. Hələ o çox şey öyrənməlidir. Və mən deyərdim ki, valideynlər öyrədin uşaqlara həqiqəti deməyə və həqiqəti deməyə çəkinməməyə öyrədin uşaqlarınızı. Qoy onlar hətta səhvlərini uşaq yaşından boyunlarını almağa öyrənsinlər. Amma biz də bəzən uşaq kimi davranırıq. Səhvimizi başqasının üzərinə ataraq. Mənim valideynlərim mənə belə davranmasaydı, aqibətin fərqli olardı. Yox, həyat yoldaşı məni dəyər verməsəydi, mənim həyatım fərqli olardı. Mən bu ölkədə doğulmasaydım, bəlkə də həyatım fərqli olardı. Bu bəlkələr bilirsiniz nə qədər ola bilər həyatınızda? Nə qədər çox bu ehtimallara yer versəniz, o qədər də çox bu ehtimallar həyatınızda çoxalacaqdır. Biz ehtimallara görə gəlin yaşamayaq. Hər bir insan həyatında müəyyən bir çətinliklərdən keçir. Hər bir kəs keçib və mən sizə zəmanət də vermək istəyərdim. Bəlkə də pis səslənir bu söz, zəmanət verim, amma gəlin bu sözdən istifadə edim. Xəbərdarlıq etmək istəyirəm, gəlin belə deyim. Hələ də çətinliklər olacaq həyatınızda. Bir insan görsədin ki, həyatında müəyyən bir çətinliklərlə üzləşmir. Amma üzləşdiyiniz çətinliklərdə siz nə edirsiniz? Bu sizin həyatınızı həll edicidir. Necə davranırsınız? Nə qədər insan həyat çətinliklərinə görə sərt olurlar. Nə qədər insan sərt olurlar. Nə qədər insanın ürəyi sərtləşir və kobud olurlar. Nə qədər insan aldığı yaraları başqalarına da yaşatmaq istəyir. Və deyirəm, təəssüf olsun ki, bəzən uşaqlıqdan alınan yaraları sevdiyimiz insanlara bilməyərəkdən yaşatmış oluruq. Yaxşı, biz bunun qarşılığında neyniyək? Səmimi, öz otağımızda, Allah ilə dualarda danışaraq. Ya Rəbb, məni uşaqlıq yaralarından azad et. Ya Rəbb, mənə deyilən həqarətdən məni təmizlə. Mənim boynuma atılan böhtandan, şərdən məni qurtaran Allah sənsən. Qoyma ki, o sözlərin acı kökü mənim ürəyimdə qalsın. Sadə sözlər. Üzləşdiyimiz vəziyyəti Allah ilə sadə danışmaq ilə Allah bunu dəyişdirir. Əzizlərim, bizim ibadətimiz bundan ibarətdir. Allaha etdiyimiz ibadət budur. Allah bizdən bu ibadəti gözləyir ki, biz Allaha həyatımızın hər bir sahəsinə o buraxılış icazəsini verək. Ailədə, övlad, valideyn münasibətində, ər-arvad münasibətində, iş münasibətlərində, rəfiqələr, dostlar arasında haradan olduğumdan asılı olmayaraq mən istəyirəm ki, Allah o yerdə mənimlə bərabər olsun. Biz məsihçilər bu sözlərdən istifadə edirik axı. Niyə biz bu sözlərdən istifadə edirik? Müqəddəs kitab bizə bunu deyir. Müqəddəs kitab bizə bu ixtiyarı verir və deyir ki, sən Allahın övladısan və səmavi atan övladları olduğu hər bir yerdə asılı olmayaraq onlar hardadılar, onlar da bərabər olandır. Bir söz məsafəsi var Allahla bizim aramızda. Bir söz məsafəsi. Ya Rəbb. Və Allah deyir, buradayım. Baxın, gör necə maraqlıdır ki, Həvari Pavl Filiplər məktubuna ünvanlayanda öz məktubunu, çox xoşduram o yeri, 1-ci fəsil 6-cı ayədə belə söz deyir, əminəm. Həvari Pavl deyir, mən əminəm, necə maraqlı bir sözdür. Sizdə yaxşı işi başlayan Allah Məsih İsa'nın gəlişinə qədər onu tamamlayacaq. Əminliyə fikir verirsiniz? Haradan Həvari Pavldan bu əminlik?
Əlbəttə müqəddəs kitabdan. O Allaha bələd idi. O Allaha bələd olduğuna görə əminliklə bu sözləri deyir ki, Allah sizdə yaxşı işi başladı. Hər birinizin həyatında Allah yaxşı işi başladı və Paul deyir ki, mən əminəm. Bu değişilmezdir. Çünkü bu Allah'ın isteğidir. Bu Allah'ın her birinizə olan münasibətidir. Sizdə başladığı işi davamlı şekilde aparacaq və onu sona çatdıracaqdır. Bu əminliyin qarşısında bizim cavabımız nədir? Ya Rab istəyirəm. Ya Rab istəyirəm ki, məndə o yaxşı işi başlayasan. İstəyirəm ki, sən mənim həyatımın bütün sahələrində olasan. Səndən heç nəyi gizlətmək istəmirəm. Hətta başqaları üçün bilinməyən, başqaları üçün gizli olan ürək niyyətlərimi belə sənin qarşında açıq etmək istəyirəm. Hətta düşüncələrimi sənin qarşında açıq etmək istəyirəm ki, əgər nəsə uyğunsuzluq varsa, məni uyğunsuzluqdan təmizlə. Bu bizim Allahla etdiyimiz ibadətdir və bu ibadət məhz daxili yenilənməyimizə səbəb olur. Məhz belə münasibət üzərində haçan biz Allaha bütün həyatımızın sahələrinə daxil olmasına icazə veririksə, mən deyirəm, biz məsihçilər maraqlı sözlərdən istifadə edirik. Allaha icazə ver həyatın bütün sahələrinə daxil olsun. Biz maraqlı sözlərdən istifadə edirik. Və bu sözlər sadəcə biz seçdiyimiz, bəyəndiyimiz, özümüzə motivasiya verən sözlər deyil axı. Yox. Bu sözlər müqəddəs kitabdan gəldiyinə görə həqiqəti və gerçəkliyi əks etdirir. Bunu Allahın bizə olan münasibətini göstərmək üçün müqəddəs kitabda qeyd edilir ki, biz də Allaha etdiyimiz ibadətləri məhz bunun üzərində edək. Məsih isə iman edən bizlər düşüncəmiz Allahın qarşısında değişilsin. Həyatımıza baxışı, məqsədi, dəyərləri və etdiyimiz bütün işlərimizin niyyəti Allahın kəlamı və onun müqəddəs ruh vasitəsilə həyatımızda göstərdiyi fəaliyyət vasitəsilə değişilsin, Allaha uyğunlaşsın ki, onun səmərəsini, faydasını öz həyatımızda görməyə bacaraq. Məhz bu məqsəd ilə belə silsiləli mövzuları gedirik sizinlə. Həmin o mövzuları danışanda Məsihdə aldığımız imtiyazlardır və bu mövzuları biz davam edirik və bu həftə, keçən həftə mən sizinlə canlı və derin münasibət barəsində bölüşdüm, əgər xatırlayırsa. Hətta deyərdim siz son 2 ya da 3 həftədir bu barədə danışırdım. Bu günləri bizim Rəbbin kəlamı barədə biliyimiz var mövzusundan danışmaq istəyirəm. Bizim Rəbbin kəlamını bilmək imtiyazı verilibdir. Və bu mövzuya keçməmişdən əvvəl mən istəyərdim vaizdən sizə bir nümunə getirim. Süleyman Vaiz kitabını yazıb və çox maraqlı bir düşüncə 3-cü fəsil 11-ci ayədədir. Allah hər şeyi öz vaxtında gözəl yaratdı və əbədiyyəti də insanların ürəyinə qoydu. Hərçənd ki, insan Allahın etdiyi işi əvvəldən axıra qədər anlaya bilməz. Allah hər şeyi öz vaxtında gözəl yaratdı. Dünyanın yaradılışına ümumi baxış keçirdən Süleyman çox maraqlı bir fikir söyləyir ki, Allah hər şeyi gözəl yaradır və hər şey öz vaxtında gözəl yaradır. Çox maraqlıdır. Hə? Mən deyərdim ki, biz də bəzən həyatımızda gözəlliklər istəyirik ki, yaxşı olsun, amma biz məsihçilər öyrənirik ki, Allahın müəyyən etdiyi zaman var, o zamanı gözləməyi də biz öyrənməliyik. Səbirli və təmkinli olaraq Allaha güvəndiyimizi ancaq sözlərlə deyil, Allahın həyatımıza göstərdiyi təsiri gözləməklə də öz təsdiqini tapır. Sonra çox maraqlı bir söz deyir və əbədiyyəti də insanların ürəyinə qoydu. Çox maraqlıdır ki, Allah yaradılışdan insanlara əbədiyyət barəsində istək qoyub. Sonra deyir ki, hərçənd ki, insan Allahın etdiyi işləri özü başa düşməyəcək. Amma o istək insanların içində var. Və həmin o istək Allah tərəfindən insanların yaradılışdan daxillərinə qoyulduğuna görə insanlar özlərinə belə suallar verirlər. Və mən əminəm ki, hamımız bu sualları vermişik. Mən deyərdim, hətta Allahı inkar edən ateistlər də öz həyatlarının məqsədini özləri üçün müəyyən etmək istəyirlər.
Mən niyə doğuldum? Həyatımın məqsədi neydən ibarətdir və ümumiyyətlə niyə yaşayıram? Niyə yaşayıram? Və Allah kimdir? Çünki əgər bütün bu yaradılışa nəzər salsaq, əlbəttə bir evolyusiya, bir partlayış, bir sıçrayış nəticəsində bütün bu gözəlliklər, bu cür ahəng yaradılmasına öz ağlımızı düşünürüksə, oy da bu mümkün deyil axı. Kimsə bunu yaratdı. Kimsə bu təbiətə bu gözəlliyi qoydu ki, bu ardıcıllıq indiyə qədər nəsillər keçdiyindən asılı olmayaraq yer üzündə mövcuddur. Fəsillər xaotik deyil, ardıcıl bir-birlərini əvəz edirlər. Və mən deyərdim ki, 4 fəsil hansın ki, biz Azərbaycanlılar yaşamağı öyrənmişik dünyanın hər yerində deyil axı. Başqa iqlimlərdə 2 fəsil var. Kim bunu qurdu? Kim bunu yaratdı? Kim ay ilə günəşi əvəz edilməsini və günü əvəz edilməsini təyin etdi? Təyin edən Allahdır. Allah bunu etdi. Və insan öz düşüncəsinə görə Allahı dərk edə bilmir. Amma yaradılışda isə biz ancaq bu dünya üçün yaradılmamamızı, mən deyərdim, bu ayə əsaslanaraq da demək olar. Amma bu ayədən də başqa yüzlərlə ayə var ki, harada Allah insanın yaratdığının məqsədini və niyyətini göstərir. Allah insanı əbədi yaşamaq üçün yaratmışdır. Ona görə əbədi yaşamaq düşüncəsini insanların istəyinə qoyub. Ona görə insanlar ömürlərinin artması üçün hər şey etməyə hazırdılar. Niyə sağlam qida yeyirik? Sağlam olaq və ömrümüz uzansın. Yox. Nəyə görə bir çoxları idmanla məşğul olurlar? Sadəcə bu trenddə hamı idmanla məşğul olmaq istəyir, hamı sağlam olmaq istəyir. Və bu sağlamlıq nəticəsində heç olmasa da ömrümüzü bir gündə artırmış olsa, yəni nə yaxşı əldə elədim, bir gündə ömrüm artacaq. Biz yaşamaq istəyirik. Heç kim doğulub dünyasını dərhal dəyişmək istəmir. Və müqəddəs kitaba baxanda Allahın planında bu yox idi. Allah insanı yaratmadı ki, insan müəyyən bir müddət yaşayandan sonra dünyasını dəyişsin. Sadəcə biz öz düşüncələrimizdə batil olduğumuza görə, günaha təvzümüzü təslim etdiyimizə görə Allahdan uzaqlaşdıq və Allahın bizə verdiyi neyməti, yəni həyatı heç etdik. Ümid yeri var? Əlbəttə var. Əlbəttə var. Allah məhz o ümid yeri barəsində müqəddəs kitabda peyğəmbərlər və salih insanlar vasitəsilə yüzlərlə peyğəmbərlik sözü buraxaraq Məsih İsa'ya işarə edir ki, ümid var. Və həmin o ümidi də verən Məsih İsa'dır. Mən istəyərdim Lukanın müjdəsi 24-cü fəsil 44-cü, 45-ci ayələrə diqqət yetirək. Çünki əgər Allahı öz düşüncəmizə görə dərk edə bilmiriksə, onda biz nə etməliyik? Və burada çox maraqlı bir nümunədir ki, Məsih İsa insanların zehnini açır ki, insanlar Allahı tanısınlar. Sonra İsa onlara dedi, sizinlə birgə olarkən söylədiyim sözlər bunlardır. Musa'nın qanununda, peyğəmbərlərin kitablarında və Zəburda mənim haqqında yazılanların yerinə yetirilməsi lazımdır. Bundan sonra müqəddəs yazıları anlamaq üçün onların zehnini açdı. Maraqlıdır. Şagirdlərə o danışırdı. İsa Məsih nümunələr getirirdi. Musa peyğəmbərin qanunundan, peyğəmbərlərin kitabından, Davudun zəburlarından onun barəsində yazıları onlara öyrədir, başa salırdı və yazılıb ki, sonra isə yazıları anlamaq üçün onların zehnini açdı. İsa Məsih Yahyanın müjdəsi, yəqin ki, o yerləri bir çoxlarınız əzbər bilirsiniz. 14-cü fəsil 6-cı ayədə İsa deyir, yol, həyat, xatırlayırsınız sözləri, yol, həqiqət və həyat mənəm. İsa deyir, mənim vasitəm olmasa İsa Məsih deyir, heç kim atanın yanına gələ bilməz. İsa demir ki, bu ayədə ki, o yol məmalıdır ya da qapalıdır. Demir ki, o yol ancaq xüsusi insanlar üçün açıqdır, ancaq onlar ora girmək ixtiyarına malikdirlər. Axı biz son həftələrdə öyrənirdik ki, Allah bütün millətlər üçün, bütün insanlar üçün öz üzünü açıq saxlayır. Hətta onu inkar edənlər üçün üzünü açıq saxlayır. Hətta onu başa düşməyənlər üçün Allah üzünü açıq saxlayır ki,
onlara öz xoş münasibətini və sevgisini yaşatsın. İsa Məsih çox aydın deyir, mənim vasitəm olmasa heç kim atanın yanına gələ bilməz. O atanın yanına aparan yoldur. Və bu sözlər çox dəyərlidir ki, İsa yalnız bizə o yolu göstərmir. Bax, buradan düz gedərsən, ünvanına çatacaqsan. İsa deyir, yol mənəm. Yol mənəm demək ilə İsa başa salır ki, ataya aparan yol məndən keçir və o yolu səninlə bərabər mən gedəcəm. İsa deyir ki, həqiqət mənəm. O sadəcə həqiqət haqqında danışmır ki, biz həqiqətin nə olduğunu başa düşək. O deyir, həqiqət məndədir. O həqiqəti izah edəcəm, başa salacam, dərk etməyiniz üçün kömək edəcəm. Yalnız həyatı o bizə vermir. O deyir, həyat mənəm. Həyat məndədir. Mənə tərəf dönən həmin o həyatı ondan alır. Biz müqəddəs kitab vasitəsilə bu şeyləri öyrənirik. Bu şeylər barəsində başa düşürük ki, Allah öz niyyətini heç vaxt bizdən gizli saxlamayıb. Allah hər zaman istəyib ki, insanlar ona tərəf gəlsinlər, ona tərəf dönsünlər və bu barədə fikirləşəndə Yeşaya peyğəmbərin 55-ci fəsli çox belə dəyərli səslənir. 6-cı, 7-ci ayələrdə bir dənə baxın, necə vacib və dəyərli sözlər deyilir burada. Tapmaq fürsəti olarkən Rəbbi axtarın. O yaxın ikən onu çağırın. Qoy pis adam öz yolunu, şər adam öz fikirlərini atsın. Qoy Rəbbə sarı dönsün ki, onda mərhəmət tapsın. Qoy Allahınıza tərəf dönsün, çünki onun əfvi boldur. Maraqlıdır, yox? Allahı tapmaq fürsəti olarkən o fürsəti əldən vermə. Nə qədər Allah öz üzünü aşkar edir, açıq eləyirsə, Allaha tərəf dön. Allaha tərəf necə dönmək olar? Xatırlayırsınız, öncə mən demişdim. Allahla insan arasında olan məsafə bir cümlədir, bir söz arasıdır. Və hər bir kəs inancından, millətindən, düşüncə tərzindən asılı olmayaraq, Ya Rəbb, səni tanımaq istəyirəm dedikdə cavabsız qalmayacaq. Mən sizə İsa Məsih haqqında danışıram, hə? Və burada internetdə bizə qoşulanlar, İsa haqqında eşidirəm, Ya Rəbb, İsa haqqında yaradan Allah mənə başa sal. O kimdir? Allah cavabını verəcək. Mən İsanı tanımaq istəyirəm. Mənə öz varlığını aşkar et. Mən deyirəm, bu sadəcə Allaha müraciətlər Allah tərəfindən cavabsız qalmır. Niyə cavabsız qalmır? Çünki Allah heç bir insanın həlak olmasını istəmir. O istəyir ki, hər bir insan öz pis əməllərindən üz döndərsin. Ona sarı üzünü döndərsin. Üzünü Allaha tərəf döndərsin. Çünki Allahın əfvi var. Allah insanlara əfv edən, insanlara xeyir-dua verən Allahdır. O mərhəmətli, lütfkar, insan sevən Allahdır. Bu sözləri Musa peyğəmbər ilk dəfə səsləndirdi. O Allah barəsində İsrail icmasına bu sözləri demişdir. Rəbb insan sevən Allahdır. O bizim tərəfimizdədir və nə qədər fürsət varsa, nə qədər imkan varsa ona tərəf dönək. Və çox maraqlıdır ki, mən sizinlə bölüşdüyüm mövzuya toxunduqda müqəddəs kitab vasitəsilə Allah öz varlığını insanlara aşkar edir. O istəyir ki, insanlar bixəbər qalmasınlar. O istəyir ki, bütün insanlar Allahın varlığını tanısınlar. Allahın insanlara olan münasibətini tanısınlar. Və məhz Allahın münasibətini tanıdıqdan sonra ona güvənmək və arxalanmaq bizə daha rahat gələr. Nəinki tanımadığımız Allaha arxalanmaq və ona güvənmək. Müqəddəs kitab onun varlığını bizdən öncə yaşayan və adları müqəddəs kitaba düşmüş peyğəmbərlərin və salih insanların həyatında fəaliyyəti ilə göstərir ki, Allah onların həyatında göstərdiyi fəaliyyətin nəticəsi nə idi? Özümüzə bir ibrət götürək. Həmin o insanlar hansılar ki, Allahı tanıyırdılar, onlar necə ömür yaşadılar ki, ona bənzər biz də ömrümüzü yaşamağı bacaraq ki, Allah ilə münasibətimiz davamlı və uzun müddətli olsun. Ümid edirəm fikirlərimi çatdıra bilirəm sizə. Cümlələrim mürəkkəb deyil. Amma indi biraz mürəkkəb danışmaq istəyirəm. Çünki çox maraqlı bir
hadisə də var ki, haçan müqəddəs kitab aydın şəkildə Allahın varlığını bizə aşkar edir. Amma Məsih İsa'nın dövründə yaşayan din xadimləri İsa'nın gəlişi barəsində bilirdilər. Bu barədə yüzlərlə peyğəmbərliklər var. Hətta İsa kimin nəslindən gəlməli olduğu, hətta hansı şəhərdə doğulmalı olduğu, hətta hansı ildə doğulmalı olduğu qeyd edilmişdir. Onlar bunu oxuyurdular. Əlbəttə, biz də müqəddəs kitabdan oxuyub bu ayələrlə rastlaşa bilirik. Və mən deyirəm ki, biraz da acınacaqlı vəziyyət o olur ki, onlar hətta Zəkəriyyə peyğəmbərin kitabında oxuyurdular ki, çünki burada qeyd edilib, Məsihi 30 gümüşə satacaqlar. Bilirsiniz nə oldu? Həmin o din xadimləri də 30 gümüşü ödədilər. Axı siz bunu oxuyurdunuz. Axı siz başqalarına bu kitablardan öğüt nəsihət verirdiniz. Axı siz Allahın yollarını bəlli edən insanlardınız. Nə oldu sizə? Nəyə görə Allah haqqında biliyə malik olduğunuz halda, nəyə görə Allahı tanıyıram dediyiniz halda, İsa Məsihin həyatı barəsində öncə xəbər edən peyğəmbərlərin sözlərinə əhəmiyyət vermədiniz. Və Məsih yer üzünə gələndə ona sarı dönmədiniz. Niyə bunu deyirəm? Çünki Məsih İsa haqqında müjdə son 2000-də elan edilir. Məsih İsa'da Allahın insanların əfv edib və onlarla özü ilə barışdırması barəsində müjdə verilir. Allah insanlara öz xoş niyyətini göstərir. Müqəddəs kitabda oxuyanda biz görürük ki, Allah özü məhəbbətdir. Yazılıb burada. Yazılıb ki, Allah məhəbbətdir. Əgər Allahın varlığı barəsində müqəddəs kitabda oxuyuruqsa, əgər Allahın bizə, hər birimizə ayrı-ayrılıqda xoş münasibətini, sevgisini, rəhmini və dəstəyini görürüksə, cavabımız nədir? Biz buna necə cavab veririk? Bizim münasibətimiz nədir? Allah, yaradan Allah, külli ixtiyar olan Allah, hər şey öz sözünün qüdrəti ilə saxlayan Allah, qarşısı alınmayan, mümkün olmayan şeyləri mümkün edən Allah səni tanıyır və səni sevir. Cavabın nədir? Ümumiyyətlə bizi sevənlərə biz nə münasibət göstəririk? Bizimlə xoş rəftar edənlərə cavabımız nə olur? Bizə can deyənlərə nə cavab vermək istəyirik? Və ümumiyyətlə nə cavab veririk? Bizə xoş sözlər deyən, komplimentlər deyən insanlara cavabımız nə olur? Çalışırıq ki, bizə göstərilən münasibətə doğru münasibətlə də cavab verək. Çalışırıq bunu etməyə. Və deyirəm, bu çalışma doğrudan da yaxşıdır və faydalıdır. Çünki bizim münasibətlər bunun üzərində qurulur. Və əgər Allah bu qədər rəhm, bu qədər sevgi, bu qədər qayğı göstərirsə, bizim cavabımız nə olacaq? Və bizim cavabımız barəsində danışanda müqəddəs kitab vasitəsilə bizə açılan Allahın həyat verici qanunları yazılır. O qanunlar müqəddəs kitabda çoxdur. Bunlar Süleymanın məsəllərində, Zaburda hikmətli prinsiplər də deyirlər və yaxud da ki, İncildə yüzlərlə əmrlər və tapşırıqlar var. Din xadimləri, hansılar ki, müqəddəs kitabı oxuyub, amma ürəklərini sərtləşdirmişdilər. Bilirsiniz, sərtləşdirməyə səbəbi nə idi? Onlar Allahın onlara olan xoş münasibətini qəbul etmək istəyirdilər, amma o xoş münasibətə cavab olan ehtiramı göstərmədilər. Mən deyirəm, biz belə etməyək. Bizim Allaha bizə olan xoş münasibətə cavabımız onun bizə verdiyi həyat qanunlarını yerinə yetirməkdədir. Məsəl üçün, gəl onların bir neçəsini sizi xatırlayım. Və mən deyərdim ki, onu xatırlayanda yadınıza düşəcək, çünki müqəddəs kitabda o dəyişilməz həyat prinsipləridir. Ata, anana hörmət et. Xatırlayırsınız bu ayələri? Bu ayələri maraqlıdır ki, bu sözdən öncə əgər uzun ömürlü olub, həyatda xeyir-dua almaq istəyirsənsə, ata, anana hörmət et. Allah bunu deyir. Allahın bizə olan xoş münasibətdən bizim cavabımız nədir?
Onun sözünü qəbul etməkdir. Onun sözünə uyğun yaşamaqdır. Allaha cavabımız bundan ibarətdir. Və yaxud da ki, atalara olan bir müraciət. Övladlarınıza haqsız və sərt münasibətlə qıcıqlandırmayın. Atalardan biri olanda mən bunu düşünməliyik. Allahın sözü deyir ki, övladlarınıza haqsız davranmayın. Boş yerinə onları hissləndirməyin. Qoy onlar özlərindən çıxmasınlar sizin yersiz münasibətinizə görə. Amma onların Rəbbin tərbiyəsi və məhəbbəti ilə böyüdün. Maraqlıdır. Həyat verici qanunlar. Hər vəziyyətdə şükür edin. Həyat qanunları. Olduğumuz hər bir vəziyyətə niyə şükür edirik? Çünki bilirik ki, bu həyatda tənha deyilik. Bilirik ki, külli ixtiyar olan Allah bizimlədir və bizim vəziyyət nə qədər acınacaqlı görsənsə də, onun üçün bu vəziyyəti dəyişdirmək heç də çətin deyil. Hər vəziyyətdə şükür edin. Allahın sözü bizi öyrədir. Siz xeyirduanı miras olaraq almağa dəvət edilmisiniz. Buna görə lənət deyil, xeyir-dua verin. Maraqlıdır, yox? Allah istəmir ki, biz Allahı tanıyan insanlar başqa insanlar barəsində pis danışan, onları pisləyən, söyən, təhqir edən, ruhdan salan və yaxud da ki, onların hamısını cəmləyirəm, lənətləyən insanlar olaq. Mən deyərdim, söyüş də, təhqir də, həqarət də, onlar hamısı insanı ruhdan salan sözlərdir. Etmə. Xeyir-duanı miras olaraq çağırılmısan, deyir bizə. Ona görə xeyir-dua ver. Sənə pislik edirlər, sən xeyir-dua ver. Səni təhqir edirlər, söyüşə, söyüşlə, təhqirə, təhqirlə cavab vermə. Çünki insanın ağzından çıxan onun sinəsinə düşür. Söylən, söyləcək, təhqir edən, təhqir ediləcək. Xeyir-dua verən isə xeyir-dua alacaq. Biz bunları öyrənirik. Bizim Allaha cavabımız onun bizə olan xoş münasibətinə, sevgisinə, sədaqətinə cavabımız onun sözünə həyatımızda yer verməkdir. Onun sözünə icra etməkdir. Bu bizim həyatımızdır. Bəzi fikirləri buraxmaq istəyirəm, hansılar ki, gələn həftə davam eləyəcəm. Amma James Parkerin ifadəsinə müraciət eləmək istəyirəm. Bağışlayın. James Parkerin ifadəsi ilə bugünkü ibadətimizi bitirmək istəyirəm. Fikirləşəm ki, çox dəyərli sözlər deyir. Allahı tanımaq kitabında belə ifadə deyir o. Həqiqi məsihçilər Allahın kəlamını qəbul edən və onun hakimiyyəti altında yaşayan insanlardır. Onlar müqəddəs kitabın təlimlərinə inanır, vədlərinə etibar edir və əmrlərinə itaət edirlər. Maraqlı bir fikirdir, yox? Həqiqi məsihçilər. Doğrudan da özlərini Allaha itaət etmək üçün təslim edənlər Allahın kəlamını qəbul edirlər, onun hakimiyyəti altında yaşayırlar. Necə biz Allahın hakimiyyəti altında yaşaya bilərik? Haçan müqəddəs yazıların təliminə nəinki inanırıq, onlara əsasən həyatımızı qururuq. Münasibətimizi onun üzərində qururuq hər yerdə, hər kəslə, fərq qoymayaraq. Niyə? Çünki xeyir-duanı miras olaraq əldə etməyə dəvət edilmişik. Onu da əlimizdən vermək istəmirik. Amin. O xeyir-duanı əlimizdən vermək istəmirik. İstəyirik ki, o xeyir-duan nəinki bizə nəsib olsun, amma övladlarımıza, əgər övladlarımız varsa, onların övladlarına. Əgər hələ də subaysızsa, onda nigahınıza, həyat yoldaşınıza və gələcəkdən sizdən törəyən uşaqlara nəsib olsun. Allah bunu istəyir. Və kim bunu istəmir? Kim belə olmasını istəmir? Mən deyirəm, Allah ilə bizim aramızda olan məsafə bir söz qədərdir. Ya Rəbb. Və Allah deyir, buradayam. Bugünə bölüşmək istədiyim bu qədər idi. Qoy Rəbb sizə xeyir-dua versin. Ümid edirəm ki, bu sizin üçün faydalı oldu.